ev götürülüb, evdə faktiki yaşayış da var. Evdə misal üçün bəyin adınadır və məhkəmədə indi bölünmə olur. Bax, belə olan halda indi orada yaşamaq və ixtiyar kimdə olacaq? Yəni kim çıxacaq, kim qalacaq? Ev tutaq ki, bölünüb iki yerə, indi ödənişi necə edəcəyik? Tutalım ki, tərəflər arasında 50-50'yə bir bölgü oldu. Bəli. Bax, bu da maraqlı bir məsələdir ki, evdə kim qalacaq? Yəni evin faktiki yaşayan sakinləri kimlər olacaq? Məsələ burasında ki, qanunvericinin bu məsələdə də mövqeyi bir mənalıdır. Yəni qanunverici deyir ki, əgər ailə formasında, yəni birgə nikah dövründə bu adamlar bu evdə yaşayırlarsa, hər ikisinin orada yaşamaq hüququ var. Yəni kimisə yaşamaq hüququ, çox güman ki, həmin həyat yoldaşı əksər hallarda təcrübədə həmin ünvanda qeydiyyatda olur. Yəni onu qeydiyyatdan çıxartmaq üçün mülkiyyətçi hər bir halda girov saxlayanın, yəni bankın razılığını alıb bunu etməlidir. Burada məsələ burasındadır ki, o evin bölünmə prosesi, yəni təcrübədə belə bir şey demək olar ki, olmur və real da deyil. Ev bölünmür. Çünki evin tam mülkiyyəti hansısa bir şəxsə konkret aid deyil. Evin dəyəri nədirsə, həmin o məbləğ bölünə bilər. Və yaxşı, faktiki yaşayış kimlə təmin olunmuş olur? Faktiki yaşayışla bağlı məsələ belədir. Mən sizə real təcrübəni deyə bilərəm ki, adətən tərəflər bu məsələlərdə razılaşırlar. Yəni, ola bilər ki, kiminsə xeyrinə güzəştə gedir. Hansısa məbləği ödəyir, aralarında razılaşırlar, həmin o tutaq ki, bəyin adını almışdsa, xanım razılaşır orada. Adətən xanımlar qalır, bəy evi tərk edib gedir. Xanımın adına. Amma orada bilirsiniz, yəni bunun rəsmiləşdirilməsində çətinliklər yarana bilir. Çünki ipoteka şərtlərinə görə ola bilər ki, bəyə kredit verilə bilər, amma xanıma verilməz. Yəni, bunu rəsmiləşmə mümkün olmadığına görə, yəni bu yenidən müraciət eləməlidir. İpoteka fonduna, oradan razılıq verir. Bu mümkün deyil və bunun gəliri yoxdur xanımın deyək ki. Bəli. Ona görə bu əmlakın faktiki olaraq xanımın adına razılaşsalar belə keçmək ehtimalı yoxdur. Yalnız bir şərtin ola bilər ki, girovda qalmaq şərti ilə o iki tərəf bir-birinə razılaşa bilər, bəy xanıma əmlakı sata bilər. Yenədən girovda qalmaq şərti ilə. Bu formada. Başqa heç bir formada. Yəni, amma təcrübə konkret onu göstərir ki, tərəflər adətən razılaşırlar.